Xoş gördük. Günlərdir Azad Söz kanalında geniş təhlili videolar çəkmirəm, istirahətdə olduğum üçün. Lakin Azərbaycanda elə hadisələr baş verir ki, məcbur oldum özümə kiçik studiya düzəldim və danışım. Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəhbəri Bəylər Əyyubov vurulubdur. Yaralıdır. Təbii ki, bunu məcazi mənada deyirəm, amma məcazi mənada desək, lap hətta deyə bilərik ki, Bəylər Əyyubov artıq ölübdür, yoxdur. Onun qohumu, yaxın qohumu və hakimiyyətdəki qudalarından biri Xanlar Vəliyev də vuruldu. O, uzun illərdir hərbi prokuror vəzifəsində çalışırdı və 8 aprel tarixində İlham Əliyev onu hərbi prokurordan çıxartdı və bu günləri 11 aprel tarixidir. O, Konstitusiya Məhkəməsinin hakimi təyin edilibdir. Təbii ki, hərbi prokuror daha böyük, daha gəlirli, daha əli çox yerə uzanan bir vəzifədir. Konstitusiya Məhkəməsinin hakimi olmaq isə bir neçə nəfərdən biri deməkdir. İlham Əliyev onu bir dəfəlik zibilliyə atmasa da, amma kənarda bir yerdə saxladı. Məcbur oldu. Əliyevi məcbur etdilər. Günlərdir ki, İlham Əliyev məcbur olunur ki, o, Konstitusiya Məhkəməsinin hakimi edilsin. İndi mən sizə konkret faktları səsləndirəcəm və göstərəcəm. Bəs Bəylər Əyyubov niyə vurulubdur və necə yaralıdır, onu da izah edəcəm. Xahiş edirəm ki, videonu sona qədər izləyin, bəyənin, paylaşın, daha çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Doğrudur, Azərbaycan hakimiyyəti baş prokurorluğunun vasitəsilə məni güya yeni axtarışlara verir və düşünürlər ki, tutub gətirərlər, qorxudarlar və s. Mən də videolar çəkməkdən bu hakimiyyətin oğurluqlarını və cinayətlərini və oyunlarını ifşa etməkdən əl çəkərəm, amma əlbəttə ki, əbəsdir. Ekranda kimi görürsünüz siz, əziz həmvətənlər? Bu günləri 11 aprel tarixi və İlham Əliyev, Mehriban Əliyeva ilə eyni zamanda Türkiyəyə səfər edibdir. Dünən əslində olub səfər, bu günləri görüşlər keçirirlər. Bəs hər dəfəsində İlham Əliyevi tək buraxmayan Bəylər Əyyubov niyə bu dəfədə onun yanında yoxdur? Prezidentin Təhlükəsizlik Xidmətinin rəhbəridir. İlham Əliyev az qala tualetə gedəndə də Bəylər Əyyubov onun qapısını açır. Bəs indi niyə yoxdur? Bundan əvvəl İlham Əliyev Türkiyəyə bir dəfə də səfər etmişdi. Yadınızdadır. Üzərindən çox keçməyibdi mart ayında və Bəylər Əyyubov orada yox idi. Bəs kim idi? Yenə ekranda ox işarəsi ilə gördüyünüz Fərid Əsgərov var idi. Hansı ki, fevral ayında İlham Əliyev Fərid Əsgərovu bir sərəncamı ilə Prezidentin Təhlükəsizlik Xidmətinin rəis müavini etdi. Hansı ki, heç əvvəllər belə bir vəzifə belə yox idi. Fərid Əsgərov üçün bunu yaratdı. Bəs Fərid Əsgərov kimdir? Artıq təkrar etməyə ehtiyac yoxdur. Mehriban Əliyevanın bir nömrəli qoruması, qızlarının qoruması, hətta Arzu Əliyeva ilə onun yaxın münasibətləri olduğu xəbərlərini məhz Bəylər Əyyubovun PTX-dakı adamları çıxardırdı. Mən imanımı yandıra bilmərəm, bir şey deyə bilmərəm. Bəylər Əyyubovun adamları mənə xəbər göndərirdilər ki, bunların arasında münasibət var. Bəlkə elə bu münasibətə görə də Fərid Əsgərovu gətirdi, qoydu rəis müavini. Əl-qərəz, əziz həmvətənlər, indi soruşa bilərsiniz ki, Xanlar Vəliyev gəlib Konstitusiya Məhkəməsinin hakimi olur və yaxud da ki, hərbi prokuror vəzifəsindən uzaqlaşdırılır. Bəylər Əyyubovun bu hazırda PTX-da kukla vəziyyətinə gətirilməsi ilə əlaqəsi nədir? İndi onu da izah edəcəm sizə. Ona görə deyirəm ki, Bəylər Əyyubov vurulub, amma ölməyib, yaralıdır. Qolun qanadını da sındırıblar, vururlar. Dəyərli dostlar, dediyim kimi, mart ayında İlham Əliyev Türkiyəyə səfər etdi. Bəylər Əyyubov orada yox idi. Eyni zamanda İlham Əliyev Ağdama getdi. Bir neçə rayonu ziyarət etdi. Bəylər Əyyubov yenə onun yanında görsənmədi. Yenə yanında Fərid Əsgərov oldu. İkinci dəfə İlham Əliyev Mehriban Əliyeva ilə Türkiyəyə gəlir və Fərid Əsgərov orada olur. Bəs niyə yoxdur? Bəylər Əyyubov
haqqında və qardaşı haqqında indi elə PTX-dakı mənbəmin verdiyi məlumatları diqqətinizə çatdıracağam. Bəylər Əyyubov güya sağlamlıq və istirahət, müalicə adı ilə kənarlaşdırıblar. Da iti qovan kimi qovulma da bu görüntüdən yox. Deyiblər ki, müalicə İlham Əliyev ona deyib ki, müalicə və istirahətini elə və qardaşınla, yəni Rafiq Eyyubov və Həsənov, adama bax, adam Rafiq Eyyubov, gör adam nə qədər özünə hörmət eləmir ki, Bəylər Əyyubovun qardaşı generaldır. Biznes əlaqələri, biznes obyektləri açmaq üçün, İlham Əliyevin bu sahədə tapşırıqlarını yerinə yetirmək üçün adam öz familiyasından əl çəkir. Təsəvvür edirsiniz? Həsənov. 2 familiyası var. Nəyə görə deyirəm? Məsələn, Çexiyada mənim çəkdiyim, bunu videoda da göstərmişdim, Praqada Prezident adında bir 5 ulduzlu otel var. Bu otelin Register xidmətində sahibinin adı Rafiq Həsənovdur. Rusiya vətəndaşı kimi gedir. Rusiya vətəndaşı kimi Praqadakı 5 ulduzlu Prezident otelini alıb qeydiyyatdan keçirib Rafiq Həsənov adı ilə. Azərbaycanda da bizneslərini Əliyevin və Bəylər Əyyubovun qara işlərini həyata keçirmək üçün Azərbaycan vətəndaşıdır və Rafiq Eyyubov kimi qeydiyyatdadır, pasportunu daşıyır və yaşayır. Buna yaşamaq demək olarsa. Əziz həmvətənlərim, indi Bəylər Əyyubov və Rafiq Eyyubova İlham Əliyev tapşırıq verib ki, hesab kitablarınızı aparın, məruzələr edin, hesabat verin. Nələr var? Tikinti şirkətlərində, Nexol Holdingində, digər holding və şirkətlərdə kimlərin adına hansı bizneslər var, onların hesabatını verməklə məşğuldur. Çünki artıq onlar vurulurlar yavaş-yavaş. Və təsəvvür edin, Bəylər Əyyubov, təbii ki, onun vurulmasının əsas səbəblərindən biri onun yaş məhdudiyyəti deyil. 74 yaş və çox da böyük deyil bu hakimiyyətdə. Lakin Bəylər Əyyubov Prezidentin Təhlükəsizlik Xidmətini elə bir bardağa çevirmişdi ki, və o bardaqda İlham Əliyevin özü həyatı təhlükədə idi. Hər təhlükədə bir dənə hansısa xarici kəşfiyyat və yaxud da bir Azərbaycanın hətta bir qeyrətli oğlu dəstə yaradıb İlham Əliyevə bir təxribat törətmək, daha doğrusu bir sui-qəsd həyata keçirmiş olsaydı, bəlkə də baş tutardı bu. Çünki PTX-da biabırçılıq idi. İndi də yəqin ki, biabırçılıq var və İlham Əliyevin başını, beynini onun həyat yoldaşı Mehriban Əliyeva apardı ki, sənin özünün həyatın təhlükədədir, mənim balalarımın həyatı təhlükədədir, mənim, yəni Paşayevlərin, ailənin həyatı təhlükədədir. Bunun da həyatını təhlükəyə soxan, PTX-da uğursuzluq yaradan, bardağa çevirən Bəylər Əyyubovdur. PTX-nın təhlükəsizlik xidmətini düzəltmək lazımdır. Və düzəldəcək adam, Superman qəhrəman kimdir? Mehriban Əliyeva Paşayevlər üçün məhz PTX-dakı polkovnik, bu ekranda gördüyünüz Fərid Əsgərov və bu təlim-tədris işlərinə baxırmış güya PTX-da və mən əvvəlki videolarımda da demişdim ki, Müşfiqabadda tez-tez təlimlər keçirilir və Fərid Əsgərov belə dəmir adam kimi, Terminatordur, nə bilim, Rambo kimi Paşayevlər bunu belə qələmə verirdilər. Hətta mənə də belə məlumatlar çatdırırdılar ki, bunu belə təqdim edim ki, bu gəlsin olsun PTX-da səliqə səhman yaratsın və indi bildiyimə görə çox adamları işdən çıxardıbdır və İlham Əliyevin yaxın qorumasında dəyişikliklər edilibdir. PTX-dakı olan mənbə bildirir bütün bunları və indi Bəylər Əyyubov vurulur. Bəylər Əyyubov vuruldu, o hesabat verir. Onunla bərabər, deməli, Bəylər Əyyubov hakimiyyətində tayfasından olan Xanlar Vəliyev və hərbi prokuror vəzifəsindən azad edildi. Təbii ki, İlham Əliyev azad edir, necə ki, Ramiz Mehdiyev də azad edəndə boynundan bir medal asmışdı və İlham Əliyev, Kamran Əliyev, Xanlar Vəliyevin xidmətlərini yüksək qiymətləndirdiyini bildiribdir İlham Əliyevin və Xanlar Vəliyevə Prezident İlham Əliyevin sərəncamı ilə verilmiş 1-ci dərəcəli vətənə xidmətə görə ordeni baş prokuror tərəfindən təqdim olunubdur. Mən indi şəkillərini sizə göstərəcəm. Yəni, keçənlərdə onu vəzifədən azad eləyib
Baxın, və bu şəkillər bir dəqiqə. Keçənlərdə 8 aprel tarixində baş prokuror bizə də cinayət işi açıb axtarışa verən 10 illərdir ki, ələ armud toplayıb bir şey bacarmayanda sadəcə indi yəni güya bir iş görür deyə mühacirləri də yeni axtarışlara veribdir. Deməli 8 aprel tarixində hərbi prokuror Xanlar Vəliyevi də çağırıb onu yola salma mərasimini keçirdir və İlham Əliyevin 1-ci dərəcəli vətənə xidmətə görə ordenini hərbi prokuror Kamran Əliyev, hərbi prokuror Xanlar Vəliyevə veribdir. Fikir verin, Xanlar Vəliyev o qədər simasız, o qədər yəni belə adamın keyfiyyətlərindən uzaq biridir ki, İlham Əliyev bunun mordasına baxın, sifətinə baxın. Morda itdə olur əlbəttə ki, mənim müqayisəli ədəbiyyatımızda belə oxşatmalar olur, bildirirəm. Baxın, buna mükafat verir, sevinməli, üzü bir gülməlidir, amma sifətinə baxın. Onun sifətinə baxın, zəhrimar yağır. Nəysə, və dəyərli dostlar, çox önəmli bir məsələdir. Bu, İlham Əliyev özü bu videonu bilmirəm, izləyib, izləməyəcəm. Onun köməkçilərində qeyrət varsa, ona izlətdirər. Bu prosesi izləyiblər. Deməli, 8 aprel tarixində bu vəzifədən uzaqlaşdırılır. Lakin elə həmən gündən Xanlar Vəliyevin dəstəsinin saytları, bu, mən məsəl üçün Qafqaz İnfonun xəbərlər paylaşırlar ki, bu Xanlar Vəliyev yaxın günlərdə İlham Əliyev onu Konstitusiya Məhkəməsinin hakimi edəcəkdir, etmək gözlənilir. Mən təkcə bu saytda 4-5 belə xəbər oxudum. Başqa saytlar var, belə xəbərlər yayırdılar ki, Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi olmalıdır. Yəni, İlham Əliyevin özünə təzyiq edirlər. Və bu günləri də İlham Əliyevin sərəncamı ilə, daha doğrusu təqdimatı ilə Xanlar Vəliyev Azərbaycan Konstitusiyasının məhkəməsinin hakimi təyin edilib. İlham Əliyev təqdimat verib, Azərbaycan Milli Məclisi isə bu təqdimatı müzakirəyə edibdir və Xanlar Vəliyev olub Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi. Mən sual edirəm ki, İlham Əliyevin qərarlarına, iradəsinə məhz Xanlar Vəliyevin dəstəsi, adamları biz təxribat törədərik, o Konstitusiya Məhkəməsinin hakimi olmalıdır. Yoxsa İlham Əliyevin qərarını əvvəlcədən bunlar bilirlər? Təklifini Milli Məclisə təklif edəcəyini əvvəlcədən bilirlər? Yoxsa Əliyevə təsir edirlər, təzyiq edirlər? Niyə bu xəbərdə yayırdılar? Çünki deməli İlham Əliyevin yeni sərəncamı ilə Konstitusiya Məhkəməsinin hakimlərinin yaş həddi 70-dən qaldırılıb olub 77-yə. Üzr istəyirəm, 75-ə. Konstitusiya Məhkəməsinin hakimləri indiyənə qədər 70 onlarda yaş həddi idi. Baxmayaraq ki, 77 yaşında, hətta 74 yaşında olan deməli, hakimlər var idi orada. Amma göndərilməmişdi. İndi mən başqa bir, həmən Qafqaz İnfoda olan başqa bir xəbəri də oxuyacağam. Baxın, Xanlar Vəliyevi siz Tərtər cinayətini törədən hərbi prokuror kimi də tanıyırsınız da, əlbəttə ki. Deməli, mən o xəbəri də deyim sizə. Bu, deməli, 2016-cı ilin aprelin 1-dən 2-sinə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələr arasında bir neçə günlük hərbi münaqişə olubdur. Münaqişədən bir il sonra 2017-ci ildə vətənə xəyanətdə təqsirləndirilən Azərbaycan hərbi qulluqçuları ilə bağlı ölkədə iri miqyaslı işgəncə hadisəsi baş verib. 2017-ci ilin may-iyun aylarında Tərtərdə 500 nəfərdən artıq hərbiçi ağır işgəncələr verilibdir. Nəticədə 10 nəfərdən çox hərbi qulluqçu həyatını itirib, işgəncədən ölüblər. Hərbi prokuror Xanlar Vəliyev işgəncələr nəticəsində yalnız bir nəfərin öldüyünü bildiribdir. 2021-ci ildə Azərbaycan hakimiyyəti bu işi təkrar araşdırıb,
bir neçə məhkəmə prosesi keçirilib və günahkarların bəziləri müxtəlif həbs cəzalarına məhkum ediliblər. Bununla belə, hələ də bütün iş üzrə kompleks araşdırma aparılmayıbdır. Məhkəmə proseslərində təqsirləndirilən şəxslər, onların vəkilləri, eləcə də zərər çəkmişlər, bir neçə dəfə vəsadət qaldırıblar ki, Müdafiə naziri Zakir Həsənov o vaxtki baş qərargah rəisi Nəcməddin Sadıqovla tutmuş, hərbi prokuror Xanlar Vəliyev, korpus komandiri Hikmət Həsənova qədər hamısı dindirilsin. Lakin hakimlər hər dəfə bu vəsadətləri rədd edibdir. Xanlar Vəliyev, onu deyim ki, bu ayrı mövzudur. Bundan həm danışırıq ki, Bəylər Əyyubovun vurulması kontekstində vurulub, sıradan çıxarılır. Yəni, Paşayevlər, Mehriban Əliyevanın adamları, Əyyubovlar əvvəlkidən qalma, Heydər Əliyevdən qalma vəzifələri, əsas vəzifə sahiblərini vurub çıxardırlar, sıradan çıxardırlar və yerlərinə öz adamlarını gətirirlər. Hələlik Azərbaycanın baş prokurorunun müavini və hərbi prokurorun kim olması bildirilmir, təyin edilməyibdir. Lakin, bax, buradan açıqda mən deyirəm, yəqin ki də başqa cürdə ola bilməz. Mehriban Əliyevanın adamı gələcək. Altay Həsənov ora öz adamını, yəni Altay Həsənov Mehriban Əliyevanın adamıdır, BBC oğludur, 1-ci vitse-prezidentlik institutunun katibidir. Altay Həsənovun təqdimatı ilə yəqin baş prokurorun müavini və hərbi prokuror kimsə olacaqdır. Bu mümkün deyil, başqa biri olsun. Məhz hazırki kukla baş prokuror Kamran Əliyev də Altay Həsənovun adamıdır, kadrıdır, yəni Paşayevlərin adamıdır və Bəylər Əyyubovun vurulması ilə, işdən uzaqlaşdırılması ilə faktiki olaraq artıq növbə Xanlar Vəliyevdə idi. Xanlar Vəliyev bu vəzifədən uzaqlaşdırılmayıb ona görə ki, yəni hərbi prokuror vəzifəsindən uzaqlaşdırılmayıb ona görə ki, o tərtər cinayətlərini törədibdir. Əksinə, gördüyünüz kimi İlham Əliyev onu bu vəzifədən azad edərkən ona 1-ci dərəcəli vətənə xidmətə görə orden veribdir və onu uzaqlaşdırmayıb, həbsdə etməyibdir. Hətta Konstitusiya Məhkəməsinin hakimi belə eləyibdir. Yəni, hərbi prokuror vəzifəsi vurulması, getməsi onun cinayətlərinə görə deyil, əksinə mükafatlandırılıb. Sadəcə Mehriban Əliyevanın hərbi prokuror vəzifəsinə təyin edəcəyi adamın yerini boşaltmaq üçün göndərilibdir. Mən deməli, baxın, Bəylər Əyyubovun tayfası, həmçinin Xanlar Vəliyev də o tayfadandır. Xanlar Vəliyev həmçinin kimdir? Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin, hansı ki, beyninə güllə vurub, onu yaralamışdılar, şikəst eləmişdilər. Bax, o Xanlar Vəliyev Elmar Vəliyevin doğma qardaşıdır. Gəncə basar, bax, o zauna daş kəsən və o ərazilərin bütün Şəmkir sahibi Əyyubovlar tayfası idi. Xanlar Vəliyev və Bəylər Əyyubov vurular-vurulmaz bu ərəfələrdə, diqqət edin, Mehriban Əliyeva 5 ildən sonra ilk dəfə, hətta mən deyərdim ki, bəlkə də 15 ildir mən daha uzağına gedə bilmədim, Mehriban Əliyeva ilk dəfə Gəncəyə səfər etdi mart ayında. Çünki Bəylər Əyyubov artıq vurulmuşdu. Bundan əvvəl də Daşkəsənin icra başçısı Əhəd Abiyev var idi. O da uzaqlaşdırıldı. O da bu Əyyubovların adamları idi. Bəs Mehriban Əliyeva qızlarını götürüb Gəncəyə niyə səfər etdi? Çünki Bəylər Əyyubov artıq Gəncə və Gəncə ətrafı rayonlar Bəylər Əyyubovun əlindən alınır, onun tayfalarının əlindən alınır. 2020-ci ildə ilk dəfə, daha doğrusu ən sonuncu Mehriban Əliyeva Gəncəyə səfər etmişdi. Amma tək getməmişdi. İndiyənə qədər Mehriban Əliyeva Gəncəyə qorxusundan tək getməyibdi. 2020-ci ildə İlham Əliyev ilə gedibdi. Ondan sonra 2022-ci ildə İlham Əliyev ora tək gedibdi. 2024-cü ildə İlham Əliyev ora tək gedibdi. Və 2025-ci ilin mart ayında artıq Bəylər Əyyubovun tayfası Gəncədən təmizlənmə prosesi başlananda Mehriban Əliyeva ora tək sadəcə qızları ilə səfər etməsi ilə onu demək istədi ki, Gəncə də artıq Paşayevlərindir, mənimdir.
Dəyərli dostlar, mənim bu sözlərimi, ifadələrimi, ibarələrimi siz şişirdilmiş kimi qəbul etməyin. Mən həqiqətləri deyirəm. Sadəcə açıq və necə var onu deyirəm. Mehriban Əliyeva bunu demək istəyir ki, artıq Gəncə mənimdir. Gəncəni aldım mən. Necə ki, 2022-ci ilin sonlarında Naxçıvanı aldı və sonra da Naxçıvana gedirlər və Mehriban Əliyeva qızlarını götürüb Gəncəyə getməsi ilə 2025-in mart ayında Bəylər Əyyubov artıq adamları, tayfası buradan təmizlənmə prosesi başlayıbdır. Gəncə və ətrafı da artıq mənimdir demək istəyir. Mən sizin diqqətinizi nəyə çəkim? Mehriban Əliyeva təxminən bir 3-4 il idi ki, 5 il idi hətta 2019-20-dən 25-ə kimi, 25-in bax bu fevral-mart ayına kimi, daha doğrusu marta kimi tək heç yerlərə getmirdi. Heç bir rayona tək səfər etməyibdi və özü hansısa rəsmi tək görüş keçirməyibdi. Baxmayaraq ki, birinci vitse-prezident də ölkənin ikinci rəsmi şəxsidir, özünü sadəcə rəsmi şəxs yox, sadəcə İlham Əliyevin həyat yoldaşı kimi aparırdı bu 5 il ərzində. Çünki onun səhhətində problemləri var idi, qorxusu var idi, depressiyası var idi, həmçinin həyat yoldaşı, əri İlham Əliyev onu bu işlərdən uzaqlaşdırmışdı. Hara gedir, mehriban görsənirlər, yanımda dur, şəkil çəkdir, video çək, mənim sadəcə ladyliyim, ölkənin first ladyliyini elə, bundan başqa bir şey etmə. Artıq Mehriban Əliyeva başqa şəhərə səfər edir, Mehriban Əliyeva artıq Türkiyəyə gedir, Türkiyədə rəsmi ayrıca görüş keçirir, Mehriban Əliyeva Bakıda Rusiyadan gəlmiş rəsmi şəxs Matviyenkonı qəbul edir, birinci vitse-prezident kimi onunla görüş keçirir. Mehriban Əliyeva xarici qərb mediasına və Rus mediasına da həmçinin müsahibə verir. Ayrıca birinci vitse-prezident şəxsi kimi görsənir ki, Mehriban Əliyeva artıq öz rəsmiliyini təsdiq etməyə çalışır. Bu da hardan başladı? Məhz İlham Əliyevin sonuncu fevral ayında Putin qarşısında məğlubiyyətindən və sınmasından sonra Putin bildirdi ki, bu torpaqların sahibi, əsl sahibi mənəm və boyun əyməlisən. Mən desəm ki, vəzifədə sən olacaqsın Azərbaycanın, ya sən idarə edəcəksən, deməsəm etməyəcəksən, həyat yoldaşın edəcəkdir. Məhz Mehriban Əliyevaya onun boynuna medal asan Putin olmamışdımı? Onu vitse-prezident təyin edən Putin olmamışdımı? Dəyərli dostlar, gələk indi Paşayevlərin Azərbaycanda olan vəzifə sahibləri kimdir? Mehriban Əliyevanın bibisi oğlu Altay Həsənov, ölkənin qeyri-rəsmi kadrlar idarəsinin rəisi, hansı vəzifələrə kimləri təyin edibdir? Baxın, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri və Nazirlik bütövlükdə Altay Həsənovun ixtiyarındadır. Onun təqdimatı ilə ora nazir müavinləri gətirilir. Maliyyə Naziri Sahil Babayev gətirildi, qoyulur ora. Altay Həsənovun kadrıdır. Gənclər və İdman Naziri Altay Həsənovun kadrıdır. Mədəniyyət Naziri Altay Həsənovun, Paşayevlərin kadrıdır. İqtisadiyyat Naziri Mikhail Dabbarov Paşayevlərin kadrıdır və İqtisadiyyat Nazirinin içərisində 50-dən çox idarələr var. Nə bilim, vergi xidməti və s. böyük idarələr var. Eyni zamanda SOCAR Paşayevlərin kadrıdır. Baş prokurorluq Kamran Əliyev və onun müavini Heydər Babayev. Görün, mən sizə Paşayevlərin, Altay Həsənovun kadrı olduğunu da öz fikrimdən demirəm. Təsəvvür edin, Kamran Əliyevin müavini 38 yaşlı general rütbəsində olan Heydər Məmmədov Altay Həsənovun kürəkəni Orxan Məmmədovun qardaşıdır. Mən bundan artıq nə sübut ki, deyəsən ki, bu Paşayevlərin kadrıdır. Yəni, dediklərimin hamısı həqiqətdir. Həmçinin Sərhəd xidməti Paşayevlərin kadrıdır. Müdafiə Nazirliyi artıq Paşayevlərin əlinə keçir. Ora Müdafiə Nazirinin müavini hələ illər öncədən gətirildi. Paşa Holdingdən bir kadr gətirildi Müdafiə Naziri. Əskərlikdə olmamış adam gətirilib, Müdafiə Nazirinin müavini qoyulur ki, artıq o Müdafiə Nazirində kəşfiyyatları aparsın. Daxili İşlər Naziri Vilayət Eyvazov
və Daxili İşlər Nazirliyinə hal-hazırda girə bilmir, müdaxilə edə bilmir, amma özünün adamlarını ora yerləşdiribdir və ola bilər 3 ilmi, 5 ilmi Daxili İşlər Nazirliyi polis sistemi də Paşayevlərin əlinə keçər. Gözlənilir ki, növbəti 5 ildə planlaşdırırlar ki, ölkə tamamilə Paşayevləşsin. Tamamilə, yəni belə 1% belə Paşayevsiz orada vəzifəli adam olmasın. Və sərhəd xidməti Paşayevlər. Mən hələ bir neçəsinin adını çəkdim. Təhsil naziri, nazirlik bütövlükdə Paşayevlər. Əziz həmvətənlərim, başqa bir məsələyə gələk. Baxın, ölkə bəziləri deyə bilər ki, Mehriban Əliyeva, onun kadrları daha yaxşıdır. Daha yaxşıdırmı? Yaşayışınız daha yaxşılaşıbmı? Təhsilimiz daha mı yaxşılaşıbdır? Səhiyyəmiz daha mı yaxşılaşıbmı? İnsan haqları daha mı yaxşılaşıbdır? Hə? Ədliyyə sistemi daha mı yaxşılaşıbdır? Hələ ədliyyə yadımdan çıxdı deyib ki, Altay Həsənovun kadrıdır. Ədliyyə naziri Paşayevlərin adamıdır. Ədliyyə nazirinin müavini, penitensiar xidmətin rəisi general Salih Həsənovdur, nə bilim, nə Zibilovdur. Hər ayın sonu gedir Port Bakuya Altay Həsənovun özünə məruzə edir, hesablaşır, məsləhət alır, məsləhət də yox, əmr alır, tapşırıq alır, özünün böyüyü kimi qəbul edir. Mir adı sənə qənim olsun, həbsxanada dustaqları nə vəziyyətə salır, işgəncədən özlərini intihar edənlər var, dustaqların pullarını yeməklə məşğuldur. Yəni, bütün sahələr demək olar ki, tam olmasa da biz 80%, 90% ölkə artıq Paşayevləşibdir. Amma mən bir daha sual edirəm, yaşayışınız yaxşılaşıbmı? Ölkə yaxşı günə mi qalıbdır? Düşübdür. Yox, pis gündədir ölkə. Ağzını açanı tutub basırlar içəri. Əvvəl, yəni siyasi məhbusların sayı bu qədər deyil idi. Əvvəl insanlara zülm bu qədər deyil idi. İnsanların, o iş adamlarını başlarına oyun açmaq, kiçik bizneslə məşğul olanların başlarına oyun açmaq bu qədər deyil idi. Polis zorakılığı əvvəllər bu qədər deyil idi. Hamısı, bax, bu Paşayevlərin dövründə baş verir də. Yəni, ölkəni Mehriban Əliyev və adamları daha bərbad idarə edir. Və İlham Əliyev də deyir ki, mən ölkəni idarə edirəm. Gələk Xanlar Vəliyevə, əziz həmvətənlərim, Xanlar Vəliyevi, onun adamları, tayfası, baxmayaraq ki, vurulmaqla məşğuldur, yəni onların adamları getdikcə vurulurlar, amma güclərini görsənir ki, tam itirməyiblər. İlham Əliyevə təsir etdilər, özlərinin mediası və sair vasitələri ilə ki, Xanlar Vəliyev olsun Konstitusiya Məhkəməsinin hakimi. Bax, bu İlham Əliyevin onu Konstitusiya Məhkəməsinin təklif edəcəyini, hakimi olmasını təklif edəcəyini əvvəldən imzalamışdı. Yox, bu saytlar niyə İlham Əliyevin iradəsinə təsir etmək istəyibdir? Baxın, bu saytlar niyə İlham Əliyevin iradəsinə təsir etmək istəyibdir? Baxın, indi mən oxuyacam, buradan mən oxuyuram. Deməli, saytlar nələr yazıbdır? Bildirirlər ki, Konstitusiya Məhkəməsində İlham Əliyev 7 apreldə Konstitusiya Məhkəməsi haqqında qanununa dəyişiklik edilməsi barədə qanuna əsasən Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olma yaş həddi 70-dən 75-ə artırılıbdır. Bugün isə həmin məhkəmənin 77 yaşlı hakimi Rafael Qvaladze təqaüdə yola salınıbdır. Maraqlıdır ki, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olma yaş həddi 70 idisə, Rafael Qvaladze 77 yaşa qədər sözgedən vəzifədə necə qalıbdır? Bax, bu xəbəri, bu sayt bir gün əvvəldən İlham Əliyevin Xanlar Vəliyevi Konstitusiya Məhkəməsinin hakimi təyin etməsindən bir gün əvvəl bu xəbəri yayıblar. Ki, necə ola bilər ki, Rafael Qvaladze 77 yaşına qədər Konstitusiya Məhkəməsinin hakimi olur, amma Xanlar Vəliyev niyə olmasın ki, onun yaşı 69-dur. Və sayırlar Konstitusiya Məhkəməsinin başqa hakimlərinin yaşlarını. Məsəl üçün, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin 67 yaşı var, başqa birinin, nə bilim, 70 neçə yaşı var və niyə?
Xanlar Vəliyev olmasın Konstitusiya Məhkəməsinin hakimi. 3-4 gündür ki, Əliyevə təzyiq edirlər və görsənir ki, Əliyev və Paşayevlər də tam hakimiyyətdə deyirlər. Hakimiyyət tam onların əllərində deyil ki, istədiyini eləsin və narahatçılıqlar var. Ona görə də Xanlar Vəliyevi bu vəzifəyə gətirdi. Niyə? Ola bilər ki, Konstitusiya Məhkəməsinin hakimi etməsini Xanlar Vəliyev bəlkə də Əliyevi təhdid edib ki, mən Tərtər cinayətlərini tək törətməmişəm, İlham Əliyevin tapşırığı ilə törətmişəm. Məhz bu şantajı bəlkə də İlham Əliyevə eləyibdir. Dəyərli dostlar, bu məsələlər var idi. İstədim ki, bunları da diqqətinizə çatdırım. Ölkənin hakimiyyətinin kimlərin əlində olmasını və necə bir-birlərini qırmasını, davada, şavada olmasını bilməlisiniz siz. Bu hakimiyyət əslində sizin olmalıdır. Hakimiyyəti siz seçməlisiniz. Salamat qalın.